biridir. Əkbər Fərəcov yenə də körpücüyə qayıdır. 130 kiloqram sifariş verib, birdən-birə 10 kiloqram öz nəticəsini yaxşılaşdırmaq fikrindədir və gördüyünüz kimi çox ustalıqla, bəli, heç şey demək olmaz ki, bu idmançı ağır atletika ilə cəmi bir ildir məşğul olur. İndi isə 137 kiloqram sifariş verib. Əkbər Fərəcov Abşeron rayonunun Zirvə İdman klubunun üzvüdür. Amma birdən qaldırma yarışlarını o 130 kiloqramla başa vurdu. Bununla belə hələlik birinci yerdədir. İndi Xosrov Əhmədov əgər nəticəni yaxşılaşdıra bilsə 140 kiloqramla birinci yerə çıxa bilər. İdmançı birinci yanaşmada 130 kiloqramın öhdəsindən gəlib. Lakin ayaqları ilə təkan vermək yaddan çıxdı və Xosrov Əhmədov indi 3-cü yanaşmaya dəvət olunur və yenə də 140 kiloqram 3-cü cəhdində idmançı birinci yerə çıxmaq niyyətindədir. Yenə də alınmadı və Xosrov Əhmədov birdən qaldırma yarışlarını 130 kiloqramla başa vurdu. Lakin şəxsi çəkilərinə görə Əkbər Fərəcov hələ ki Xosrov Əhmədova üstəliyir və ona görə də Əkbər Fərəcov birinci yerdədir. Xosrov Əhmədov isə hələ ki ikinci nəticə göstərir. Bu isə İntiqam Zahirovdur. Avropa çempionatının gümüş medalçısı elə ilk cəhdindən bütün suallara cavab verir və 150 kiloqramla birinci yerə çıxır. Növbəti cəhdinə dəvət olunur. 160 kiloqram sifariş verib. İntiqam Zahirov Neftçi İdman Sağlamlıq Mərkəzinin yetirməsidir. Onun cəmi 25 yaşı var və indiyə kimi Respublikamızı ən mötəbər yarışlarda, Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında təmsil edib və bu idmançı yəqin ki London Olimpiyadasında artıq medallar uğrunda mübarizə apara bilər və 160 kiloqramı da çox asanlıqla başı üzərinə qaldırdı. İntiqam Zahirov əsasən 85 kiloqram çəki dərəcəsində çıxış edir. Lakin indi məşqçilər ona çəki salmağı məsləhəti görməyiblər və buna görə də İntiqam 94 kiloqram çəki dərəcəsində mübarizə aparır. Amma mütəxəssislərin dediyinə görə idmançı elə bu çəkidə də uğurla yarışa bilər. Ona görə də hələ son qərar verilməyib. İntiqam Zahirov beynəlxalq yarışlarda Azərbaycanı hansı çəkidə təmsil edəcək? 85 yaxud 94, yəqin ki yaxın vaxtlarda bu suala da aydınlıq gəlir. Əkbər Fərəcov 150 kiloqram sifariş verib. Çox ustalıqla, bəli, elə bir qüvvə sərf eləmədən hiss olunur ki, idmançı bu çəkinin öhdəsindən asanlıqla gələ bildi və indi ikinci cəhdinə başlayır. 160 kiloqram ağırlıq sifariş verib. Bu dəfə onun sol qolu axıra qədər açılmadı və Əkbər Fərəcov bununla belə daha bir yanaşması hələ qalır. Bu da onun Azərbaycan çempionatında sonuncu cəhdi. Hələlik idmançı 280 kiloqramla birinci yerdədir. Ümumi hesabda əlbəttə ki 260 kiloqram çəkini yenə də başı üzərinə qaldırmaq istədi, amma alınmadı. Beləliklə Əkbər Fərəcov yarışları 280 kiloqramla başa vurdu. Xosrov Əhmədov birdən qaldırma yarışlarında 130 kiloqramın öhdəsindən gələn idmançı indi 165 kiloqram sifariş verib.
İdmançının daxili həyəcanı bir qədər hiss olunur və nəhayət özünü ələ alır. Artıq vaxtdır, çünki idmançının bu çəkini başı üzərinə qaldırması üçün hakimin elan etdiyi vaxtdan sonra 1 dəqiqə verilir. 1 dəqiqə ərzində idmançı körpücüyə çıxıb ştanqı yerdən üzməlidir. Xosrov Əhmədovun birinci yanaşması uğursuz oldu. İndi ikinci cəhd olacaq. Yenə də 165 kilogram sifariş verib. Əgər bu çəkinin öhdəsindən gələ bilsə, o 295 kilogram nəticə ilə ümumi hesabda birinci yerə çıxacaq. Bu cəhddə uğursuz olur. Xosrov Əhmədov ayaqları ilə təkan verə bilmədi. Bir qədər gecikdi və indi üçüncü yanaşmasında yenə də 165 kiloqramla mübarizə aparır. Ümumiyyətlə, idmançının elə birinci cəhdindən də həyəcanlandığı açıq-aşkar görünürdü. Ümumiyyətlə, bu çəki dərəcəsində, 94 kiloqram çəki dərəcəsində Respublika rekordu xatırladım ki, təkanla yarışlarda 222 kiloqrama bərabərdir. Nizami Paşayev 2001-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən yarışlarda bu rekordu müəyyənləşdirib və qeyd edim ki, birdən qaldırma yarışlarında da rekord Nizami Paşayevə məxsusdur. 185 kiloqram. Xosrov Əhmədov təkanla yarışları uğursuz başa vurdu və heç bir nəticə göstərə bilmədi. İndi isə İntiqam Zahirov 180 kiloqram sifariş verib və birdən qaldırma yarışlarında 165 kiloqram ağırlığı öhdəsindən gələn idmançı elə təkanla yarışlarda ilk yanaşmasında 180 kiloqramı da başı üzərinə qaldırır və ümumi hesabda 345 kiloqram nəticə ilə birinci yerə çıxır. Artıq sonraki cəhdlərin nəticələrindən asılı olmayaraq İntiqam Zahirov 94 kiloqram çəki dərəcəsində Azərbaycan çempionatının qızıl medalını qazanır. İdmançı 13 ildir ki, ağırlıq qaldırma ilə məşğul olur və onun şəxsi rekordu birdən qaldırma yarışlarında 170 kiloqramdır. Təkanla yarışlarda isə 203 kiloqramı da başı üzərinə qaldıra bilir. Pekində keçirilən yarışlarda İntiqam Zahirov müvafiq olaraq belə nəticələr göstərmişdi. 166 və 195 kiloqram. İndi yenidən 195 kiloqram sifariş verib, gəlin diqqət yetirək. Pekində bu nəticə ilə Azərbaycan idmançısı 10 ən güclü atlet sırasına daxil olmuşdu. İntiqam Zahirov 195 kiloqramın öhdəsindən gəlməyə çalışır. Əgər bu ağırlığı qaldıra bilsə, o 360 kiloqram nəticə ilə Azərbaycan çempionu adını qazanacaq. Artıq birinci cəhdində bu adı özünə təmin etmişdi. İndi isə nəticəsini bir qədər də yaxşılaşdırdı və Azərbaycan çempionu adını qazandı. Budur. İndi mükafatlandırma mərasimi başlanır. Üçüncü yeri tutan idmançı Bakı Təhsil İdman Mərkəzinin nümayəndəsi Əşrəf Gürmalıyev üçüncü pilliyə dəvət olunur. Rizvan Rəsulov mükafatı təqdim etdi. Respublikamızın tanınmış atletika mütəxəssisi, indi isə Əkbər Fərəcov, veteran ağır atletlər İctimai Birliyinin sədri Natiq Ağayev idmançıya gümüş medalı, xatirə hədiyyəsini təqdim edir və fəxri kürsünün ən yüksək pilləsinə İntiqam Zahirov dəvət olunur. Ümumi hesabda 360 kiloqram nəticə ilə birinci yeri tutdu. Müqayisə üçün deyim ki, o ikinci yeri tutan Əkbər Fərəcovu 80 kiloqram qabaqlaya bildi. Azərbaycan Ağır Atletika Federasiyasının fəxri prezidenti beynəlxalq dərəcəli hakim Şua Hüseynov idmançıya qızıl medalı və xatirə hədiyyəsini təqdim etdi.